Uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onlayn platformalar üzərində nəzarət mexanizmləri gücləndiriləcək. Bununla bağlı qanun layihəsinə dəyişiklik təklif edildi. Bu məqsədlə Milli Məclisin İnsan Hüquqları, Ailə, Qadın və Uşaq Məsələləri, həmçinin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitələrinin birgə iclası keçirildi. Bildirildi ki, qanun layihəsi rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunması, sosial şəbəkə platformalarından təhlükəsiz istifadəsinin təmin olunması, platformaların fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi məqsədi ilə hazırlanır. İnsan Hüquqları Komitəsinin sədri Zahid Orucu qeyd etdi ki, Azərbaycanda sosial media platformalarına qoşulma yaşının 16-dan başlanması təklif olunur. Onun sözlərinə görə, layihənin başlıca məqsədi 16 yaşına qədər uşaqları sosial şəbəkədə platformaların zərərli təsirlərindən fiziki və psixoloji sağlamlığı mühafizə etməkdir. Layihənin başlıca məqsədi 16 yaşına qədər uşaqların fiziki və psixoloji sağlamlığını mühafizə etmək, müxtəlif tür sövq və təhrik edici, hətta intihara, cinsi istismara çağırışlar, alçaldıcı, yəni bullying və təhdidlərdən qorumaq üçün yetkinlik dövründəki sosial şəbəkə platformalarında fərdi hesab açılması təxirə salınır. Yəni, Azərbaycanda sosial media platformalarına qoşulma yaşı 16-dan başlanması təklif olunur. Göründüyü kimi, əsas məram müdafiə tədbiridir, valideynlərin və ailə institutunun təhlükəsizliyini qorumaqdır. Ona görə də layihənin məqsədini düzgün təqdim eləmək çox əhəmiyyətlidir. Dövlətimizin uşaqların hüquqlarını qorumaq üçün digər sahələrdə də yaş senzi tətbiq elədiyi sizə bəllidir. Siqaret, alkoqol, soyuq silah, bıçaq satışına, qeyri-əxlaqi məzmunlara çıxışa qoyulan məhdudiyyətlər də mahiyyətcən uşaqların sağlamlığını və rifahını qorumağa xidmət edir. Həqiqətən övladlarımızın gələcəyi sosial şəbəkələrdən asılı olmamalıdır. Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova vurğuladı ki, uşaqların zərərli təsirlərdən qorunması, onların sağlam böyüməsi üçün hərtərəfli şəraitin yaradılması və dəstəyin verilməsi dövlətin sosial siyasətinin tərkib hissəsidir. Bu gün bir çox dövlətin qarşısında dayanan vacib məsələ internet təhlükəsizliyidir. Sosial şəbəkələrin həyatın ayrılmaz hissəsi olduğu dövrdə uşaqların psixoloji sağlamlığı üçün nəzarətsiz istifadənin qarşısının alınması vacibdir. Hazırda sual qadağan etmək və ya etməmək deyil. Əsas məsələ uşaqların inkişaf, öyrənmə və sosial qarşılıqlı əlaqə üçün vacib imkanlardan məhrum etməkdən, real dünya təhlükələrindən qoruya rəqəmsal mühitin necə yaradılması məsələsidir. Azərbaycanın qoşulduğu beynəlxalq konvensiya və milli qanunvericiliyə əsasən 18 yaşa və şəxslərin uşaq sayıldığını nəzərə alaraq, uşaqların sosial şəbəkə platformanın təsirlərdən qorunması üçün 16 yaşa dək və 16-18 yaş arası yanaşması seçilmişdir. 16 yaşa dək uşaqların platformalarda hesab yaratmasına yol verilmir. 16-18 yaş arası uşaqlar üçün bunu valideyn icazəsi ilə edə bilərlər. Qanun layihəsinin müzakirəsi zamanı Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli diqqətə çatdırdı ki, qanun cəmiyyətə qadağa kimi deyil, uşaqlar üçün yeni imkanlar yaradan bir təşəbbüs kimi təqdim edilməlidir. Uşaqlara faydalı informasiya təqdim edilməli, maarifləndirmə işi elə qurulmalıdır ki, sosial şəbəkələrdə keçirilən vaxtın əvəzinə kitab oxumaq, yeni biliklər əldə etmək, maraqlı məzmun yaratmaq və digər faydalı fəaliyyətlər təşviq olunsun. Media cəmiyyətin rəqəmsal savadlılığının artırılması, gənc nəslin qorunması və onlar üçün yeni imkanların yaradılması istiqamətində ciddi fəaliyyət göstərməlidir. Mətbuat Şurasının sədri Rəşad Məcid isə diqqətə çatdırdı ki, valideynlər virtual mühitdə övladlarına nəzarət etməlidir. Onun sözlərinə görə, hazırda uşaqların əlindən telefonu almaq faktiki olaraq mümkün deyil. Bu səbəbdən müəyyən filtrlər tətbiq etməklə uşaqları pis vərdişlərdən uzaqlaşdırmaq lazımdır. Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirdi ki, qanun layihəsində nəzərdə tutulan tələblərin icrası inzibati məsuliyyətlə təmin ediləcək.
Qeyd etmək istəyirəm ki, dispozisiyada qeyd olunan bütün müddalar əslində əvvəlki qanun layihələrində göstərilib, yəni göstərilir ki, nələr qadağandır və ona müvafiq olaraq İnzibati Xidmətlər Məcəlləsində də cərimə sanksiyaları nəzərdə tutulur. Xüsusi vurğulamaq istəyirəm ki, cərimə sanksiyalarının subyekti maddənin elə adında da göründüyü kimi vəzifəli şəxslər və hüquqi şəxslərdir. Onu da qeyd etmək istəyirəm ki, bu cərimə sanksiyaları törədilən biləcək xətaya adekvatdır və xüsusilə bir daha onu vurğulamaq istəyirəm ki, qanun layihələri dərc edildiyi gündən bir il sonra qüvvəyə minəcək, 4.2-ci maddə nəzərə alınmaqla. Bu isə o deməkdir ki, həm hörmətli media nümayəndələrinə, həm müvafiq icra hakimiyyəti orqanlarının bu qanun layihəsinin tətbiqi ilə bağlı, o cümlədən maarifləndirmə ilə bağlı tədbirlər həyata keçirməkdən ötürü kifayət qədər də vaxtı olacaqdır, o cümlədən parlamentində. Ombudsman Səbinə Əliyeva isə qeyd etdi ki, dövlət qurumları tərəfindən uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onlayn platformalar üzərində nəzarət mexanizmlərinin gücləndirilməsi, risklərin hüquqi qiymətləndirilməsinin aparılması zəruridir. Bu məsələdə valideynlərin rolu danılmazdır. Valideynlərin uşaqların rəqəmsal platformalardan istifadə etmələrinə diqqətlə yanaşılması, uşaqlarla açıq və etibarlı ünsiyyət qurması və onların virtual mühitdə qarşılaşa biləcəyi təhlükələr barədə maarifləndirilməsi, valideyn nəzarəti mexanizmlərinin tətbiq edilməsi olduqca vacibdir. Media subyektlərinin və jurnalistlərin də bu mövzuda məsuliyyətli mövqe nümayiş etdirməsi, məsələyə uşaqların mənafelərinin üstünlüyü və hüquqlarının müdafiəsi prizmasından yanaşaraq ictimaiyyətin düzgün məlumatlandırılmasına töhfə verməsi çox önəmlidir. Qeyd edim ki, təsisat tərəfindən rəqəmsal mühitin uşaqlar üçün yaratdığı təhlükələr barədə ictimai məlumatlığın artırılması və bu sahədə hüquq pozuntularının qarşısının alınması məqsədi ilə maarifləndirici sosial videoçar hazırlanmış və əhali arasında yayılması təmin edilmişdir. Təklif olunan dəyişikliyə görə qanun qüvvəyə mindikdən sonra qaydaları pozan vəzifəli şəxslər 6.000 manatdan 7.000 manatadək, hüquqi şəxslər 15.000 manatdan 20.000 manatadək cərimə ediləcək. Qeyd edək ki, qanun dərc edildiyi gündən 12 ay sonra qüvvəyə minəcək.